Otağınıza birdən girdilər və sizi bu halda tutdular. Və siz kralsınız. Fransanın ən güclü krallarından biri olan 4-cü Henri uşaqlarla atat oynayırdı. Elə bu vaxt İspaniya səfiri içəri girdi. İspaniya səfiri Don Pedro de Toledo dəhşət içində qaldı. Yəni dedi ki, ay sən nə qayırırsan qaqa? Yəni sən kralsan, taxta oturmalısan, ciddi bir şey olmalısan. Amma gördü ki, dizləri üstünə çökən tərləmiş bir dənə yaşlı adam var. Belində isə uşaqları var. Mat-mayatdal qalan İspan diplomatına Fransa kralı başını qaldırdı və dedi: "Cənab səfir, sizin övladınız var?" Tərəddüd və şok içində olan səfir isə dedi: "Bəli, əlahəzrət, var." Kral isə ardıca cavab verdi: "Çox gözəl. Elə isə icazə verin dövrəmi başa vurum." Və beləliklə o gün səfir anladı ki, qarşısında bir kraldan daha çox ata var. O ata ki, Fransa xalqı tərəfindən yaxşı kral Henri deyə xatırlanır və adlanırdı. Yəni xalq onu sevirdi. Xalqın rifahını çox düşünürdü. Savaşda da həmişə öndə gedən bir atlı general olmuşdu. Yəni adam bir cəngavərdi həm də. Fəqət səy-səy saray protokolları içində böyüyən Don Pedro de Toledo ilk başta təbii ki, təəccüb içində qalmış ola bilər, amma zamanla anladı ki, bu çox normal imiş. Yəni kral da uşaqlarla oyunu bitirəndən sonra dövlət işinə geri döndü. Bəs bu yaxşı kralın sonu necə oldu? Çıxıb insanlarla söhbət edən və xalq tərəfindən dəhşətli dərəcədə çox sevilən kral dini fanatik katolik qrupları tərəfindən sui-qəsdə məruz qaldı. 1610-cu ildə öldürüldü.